Azərbaycan dünyanın ən qədim və təkrarsız abidələr diyarıdır. Bakının tarixi tikililəri arasında mühüm yer tutan Şirvanşahlar Sarayı. Şirvanşahlar Sarayı 15-ci əsrdə Şirvanşah I Xəlilullah tərəfindən tikilib. İçəri şəhərdə yerləşən bu saray kompleksi yaxın şərqin ən görkəmli memarlıq abidələrindən biri sayılır. Kompleksə daxil olan əsas bina saray tikililər içərisində ən qədimidir. Tarixçilərin fikrincə onun tikintisi 10 ilə yaxın müddət ərzində başa gəlib. Kompleksə saraydan başqa divanxana, Keykubat məscidi, Seyid Yahya Bakuvinin türbəsi, Murad dərvazası, saray məscidi, türbə, hamam və ovdan daxildir. Saray və kompleksə daxil olan binaların yerləşdiyi ərazi müxtəlif hündürlükdə yerləşən 3 həyətə bölünür. Saray özü isə birinci həyətdə yerləşir. Dövlət tərəfindən mühafizə olunan Şirvanşahlar Sarayı kompleksi 1964-cü ildən muzey qoruq statusu alıb. 2000-ci ildən UNESCO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Dünya Mədəni İrsi siyahısına daxil edilib.